Növbəti texnologiya inteqrasiya sualına baxırıq. Deyir, şagirdlərdən biri sinif otağında stulların bəzilərində boşluq olduğunu görür. O, bu stullarda balaca şagirdlərin də əyləşdikdə yıxıla biləcəyini nəzərə alıb, stulları təmir edir və məktəb əşyalarına qarşı məsuliyyətli davranmağın vacibliyini yoldaşlarına da bildirmək üçün sinif qapılarına bununla bağlı neyniyir? Məktəb əşyaları bizim birgə məsuliyyətimizdir adlı posterlər yapışdırır. Verilmiş tapşırıqda deyir, inteqrasiyanın növünü müəyyən edin. Baxın, şagirdin stulları təmir etməsi, onun məktəb əmlakını qorumasına təşəbbüs göstərməsi, bunun birbaşa həyatla əlaqəlidir. Yəni, şagirdin öyrəndiklərini real məişətə, sosial mühitə, yəni real həyata tətbiq etməsi bu fənnüstü inteqrasiyadır. Daha sonra burada deyir ki, stulları təmir etməsi. Stulların təmiri, ümumiyyətlə təmir texnologiyası bu texnologiya fənninə aiddir. Daha sonra posterlərin dizayn edilməsi isə bu təsviri incəsənət fənninə aiddir. İki fənn arasında da belə deyək, əlaqə inteqrasiya, bu da fənlər arası inteqrasiyadır. Deməli, biri fənnüstü, digəri də fənlər arası inteqrasiya. Doğru cavabımız elə A variantıdır.